Deməli, dərsimiz 2.5-dən sonraki olan hissələrdir. Fərdi komitələrin əsas tərkib hissələri. Fərdi komitələrin əsas tərkib hissələri 3 hissədən ibarətdir. Sistem bloku, klaviatura və monitor. Sistem bloku bizim ekranda gördüyümüzdür. Əvvəlki komitələrdə, stolüstü komitələrdə sistem blokundan istifadə olunurdu. Demək olar ki, indiki nəsil komitələrdə sistem bloku yoxdur. Hər şey kompüterin özünün daxilindədir, dizüstü komitələrdə. Bəs baxaq görək. Sistem blokunun daxilində nələr yerləşirdi? Qida bloku, HDD testi, yəni xarici yaddaş qurğuları, ana plata, qurğuların mərkəzi prosesorlar əlaqələndirilməsi üçün şinlər. Şinlər naqillər yığınıdır. Naqillər yığını. Burada açar söz naqillər yığını olmasıdır. Əgər sizə testlərdə düşsə ki, naqillər yığını sözün cümlənin sonunda naqillər yığını, avtomatik olaraq orada şinlər götürüləcək. Gəldim qida blokuna. Qida bloku nədir? Qida bloku sistem blokunun daxilində yerləşir. Sistem blokunu soyutmaq üçündür. Sistem blokunu soyutmaq üçündür. Həmçinin də kompüteri elektrik enerjisi ilə təmin edir. Və qida blokunun növbəti belə deyək təriflərindən biri də ötürülən gərginliyi qəbul edərək dəyişən cəryanı sabit cəryana çevirir. Yəni, gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır, xarici yaddaş qurğularını gərginliyi ilə təmin edir, ventilyator vasitəsilə sistem blokunun içərisində temperaturu nizamlayır. Belə deyək, bu qida bloku indiki zamanda həcmi belə deyək də əvvəllər daha böyük idi. İndiki zamanda həcmi daha kiçik olubdur. Və dediyimiz kimi dizüstü kompüterlərdə klaviaturanın alt hissəsində yerləşir və ventilyator rolunu oynayır. Görürsünüz ki, bizim kompüterimiz qızır birdən-birə. Qızanda həmin ventilyator işə düşür, qida bloku işə düşür və bizim kompüterimizi soyudur. Ona görə də deyirlər ki, dəyişən cəryanı sabit cəryana çevirir və ventilyator rolunu oynayır, temperaturu nizamlayır. Gəldi ana plataya. Ana plata üzərində 18 dənə qurğu yerləşir. Bu qurğular mikroprosesor, şimal-cənub chipsetləri, şinlər, slotlar, portlar, interfeyslər, qurğuların kontrollerləri, sayğac, konnektorlar, takt impulslar generatoru, ses kartı, şəbəkə kartı, video kart, RAM, ROM, CMOS, keş yaddaş, riyazi prosesor. Bu cədvəlimiz nədir? Əzbərədir. Və yazırıq məzbər. Çünki ana plat üzərində yerləşən biz gərək bütün qurğuları bilək. İndi mən hər birinin üzərində belə deyək, duracağım, baxacaq görək ki, bunlar nədir. Mən birinci təriflərini yazmaq istəyirəm, daha sonra şəklə keçid edəcəm. Bayaqları belə bir ifadə işlətdik. Dedik ki, şinlər naqillər yığınıdır. Ana plat üzərində hər bir qurğu müəyyən bir qurğuda əlaqələnir. Həmin əlaqəni təmin etmək üçün də şinlərdən istifadə olunur. Yəni, naqillər yığınından. Çünki ana plat üzərində olan qurğular bir-birlərinin əlaqəlidir. Burada məsələn naqillər gedir bu hissələrdən. Belə naqillər. Həmin naqillərin də adı adlanır şinlər. Gəldi indi isə slotlara. Slotlar qurğuların qoşulması üçün ana plata üzərindəki yuvalardır. Ana plata üzərindəki nələrdir? Yuvalar. Yuva. Baxın, bu hissədə biz CPU yuvası görürük. Yəni, prosesorun yuvasıdır. Ana plata üzərindəki yeridir. Və yaxud da ki, RAM slotları. RAM slotu da ki, baxın buradır. Yəni, RAM-ın yerləşdiyi yuvadır. Sərt diskin slotu, SSD HDD üçün istifadə olunan, HDD üçün, yəni istifadə olunan slotdur, yuvadır. Burada PCI slotlardır. Bu şəbəkə üçün istifadə olunan slotdur. PCI şəbəkədir. Şəbəkə. AGP slotu var. Sonra başqa slotları burada verməyiblər. Qida blokunun qoşulması üçün yuvalar verilmişdir. Bu da slotdur, CPU yuvası və s. Yəni bir sözlə ana plat üzərindəki yuvalar adlanır slotlar.
İndi isə gəldik portlara. Portlar nədir? Portlar xarici qurğuların qoşulması üçün istifadə olunan yuvalardır. Xarici qurğuların qoşulması üçün istifadə olunan yuvalardır. Yuva. Sistem blokunun üzərində belə biz baxıb görərik ki, yuvalar var. Bunlar hansı yuvalardır? USB, HDMI, sonra audio in, audio out, yəni mikrofonun naşqın qoşulması üçündür. Yəni, bir sözlə, xarici qurğuların qoşulması üçün istifadə olunan yuvalar adlanır portlar. Hər birimizin kompüterinin kənar hissəsində yuvalar var. Bu yuvalar Type-C qoşulur, USB qoşulur, HDMI qoşulur. Sonra disk yerləri var idi əvvəlki kompüterlərdə. Sonra başqa nə var? Başqa məsələn var deməli LPT portu, COM portu və s. Yəni portlar isə xarici qurğuların qoşulması üçün istifadə olunan nələrdir? Yuvalardır. İnterfeyslər qarşılıqlı əlaqədir, qurğuların kontrol elləri var, sayğac var, konnektorlar var. Konnektor başlıqlardır, takt impulslar generatoru, səs kartı, video kart, şəbəkə kartı, RAM-ROM bilirik nədir, Cumulus yaddaş barəsində danışacağım, keş yaddaş və riyazi prosesor. Hamısı yerləşdi ana plata üzərində və hər biri də bir qurğudur. Gəldik mikroprosesora. Mikroprosesor kompüterin beynidir. Kompüterin nədir? Beynidir. Və özündə 2 dənə qurğunu birləşdirir. Hesab məntiq qurğusu və idarəetmə qurğusu. Digər adda bilirik ki, CPU-dur. Özündə 2 dənə qurğunu birləşdirdi. Hesab məntiq qurğusu, idarəetmə qurğusu. Prosesorları adətən dünyada Intel, AMD və Cyrix kimi firmalar istehsal edir. Intel günümüzdə çox istifadə olunur. Core A7 var, Core A3 var, Core A5 var, Core A9 var. Bizim kompüterlərimizdə daha çox Intel'dir. Hesab məntiq qurğusu, idarəetmə qurğusu bildik nədir? Gəldim riyazi prosesora. Riyazi prosesor mürəkkəb riyazi əməliyyatların aparılması üçündür. O cümlədən sürüşkən nöqtələrlə işləmək üçün nəzərdə tutulmuşdur. Gəlin hesab məntiq qurğusu və idarəetmə qurğusunu da yazın. Riyazi məntiqi əməliyyatları yerinə yetirmək üçün istifadə olunur və mikroprosesor daxilində HMQ, yəni hesab məntiq qurğusu funksiyasını yerinə yetirir, riyazi əməliyyatların nəticələrinin registrlara yazılmasında iştirak edir. İdarəetmə qurğusu isə mikroprosesorun daxilində verilənlərin daxili qurğular arasında və əsas funksiya zamanı siqnal yoxlanmasını həyata keçirmək üçün olan funksiyasını yerinə yetirir. Gəldim indi isə mikroprosesorların əsas xarakteristikalarını. Mikroprosesorun əsas xarakteristikaları hansılardır? Takt tezliyi, mərtəbəliyi, əmrlər topusu və daxili keş yaddaşın tutumu və əlavə olaraq kiçik gərginliyi. İndi isə baxaq takt tezliyinə. Takt tezliyi kompüterin 1 saniyədə yerinə yetirə bildiyi əməliyyatların sayıdır. Və takt tezliyi hertzlə ölçülür. Amma indiki nəsil kompüterlərdə isə gigahertzlərlə ölçülür. Gəlib əgər biz kompüterimizə baxsaq görərik ki, prosesorumuzun sürəti gigahertzlərlə yazılır. Baxın bu hissədə yazılıb prosesor və 2,160 GHz. 2,160 GHz. Kompüterin gələk indi mərtəbəliyinə baxaq. Kompüterin mərtəbəliyi həmçinin dərəcəliyi adlanır. Bəs bu nədir? Vahid zamanda emal edə bilən informasiya bitlərinin sayına onun mərtəbəliyi və yaxud da ki, dərəcəliyi deyilir. Prosesorun dərəcəsi onun tərkibində olan registrların uzunluğu ilə bağlıdır. 8, 16, 32, 64 mərtəbəli prosesorlarda vardır. Gəldiyin isə prosesorun əmrlər toplusuna. Prosesorun əmrlər toplusu onun hansı əmrləri yerinə yetirdiyi nəzərdə tutulur. Əmirdəki operatların sayını yerinə yetirir və buna aiddir disk və risk. Gəldi indi isə keş yaddaşa.
Bəs keş yaddaş nədir? Keş yaddaş RAM ilə prosesor arasında sürətləndirmə əlaqəsini oynayan yaddaşdır. CPU-dan RAM-a sorğu göndərildiyi zaman gecikmələrin təsirini azaltmaq üçün prosesora keş yaddaşı əlavə edir. Təsəvvür edin ki, bu bizim RAM-ımızdır və bu isə bizim CPU-muzdur. RAM ilə prosesor arasında sürətləndirmə əlaqəsini oynayan yaddaş adlanır keş yaddaş. RAM ilə prosesor arasında sürətləndirmə əlaqəsini oynayan yaddaş adlanır keş yaddaş. İndi isə baxaq prosesorun işçi gərginliyinə. Prosesorun işçi gərginliyi ana plata ilə təmin edir. Prosesoru və buna görə də müxtəlif prosesor markanın müxtəlif ana platalar uyğun gəlir. Bu qədər bəsdir. Bu arada keş yaddaşın 2 dənə level var. Bunu demədim, deyim. Keş yaddaşın 2 dənə leveli var. Level 1, bir də level 2. Level 2. Level 1 yerləşir prosesorun daxilində, CPU-nun daxilində. Amma level 2 isə yerləşir RAM ilə prosesorun arasında. Deməli, nə oldu? Level 1 yerləşir prosesorun daxilində, amma level 2 isə yerləşir RAM ilə prosesorun arasında. Gəldik coolerə. Cooler nədir? Cooler sistem blokunu soyutmaq üçün qida blokundan istifadə olunur, amma cooler isə prosesoru soyutmaq üçündür. Coolerin vəzifəsi nədir? Prosesoru soyutmaq üçün. Deməli, prosesor kristalının səthi üzərində yerləşdirilən xüsusi soyuducudur. Keçmişdə coolerin istifadəsi vacib deyildir, amma indiki zamanda demək olar ki, coolerdən istifadə olunur və ventilyator rolunu oynayır. Gəldim indi isə digər hissələrə. Takt impulslar generatoru, şimal körpüsü, AGP və s. Burada yazıram. Oxu. Çox üzərində durmuram, sizə tapşırıram ki, oxuyasınız. Gəldim portlara. Portlar amma önəmlidir. Portlar dedik ki, nədir? Xarici qurğuların qoşulması üçün istifadə olunan yuvalardır. Ana plat üzərində yerləşən və periferiya qurğularının qoşulması üçün istifadə olunan yuvadır. Hansı portlar var? LPT portu var. 25 kontaktlıdır. Paralel port adlanır. İndi şəkillərini göstərəcəm ki, daha yaxşı başa düşəsiniz. Bir də ardıcıl port var. COM portu. Gəlin indi bunlara baxaq. Görək LPT nədir? COM nədir? Baxın, bu LPT portudur. Paralel portdur. Cəmi 25 dənə deşiyi var. Baxın belə. Sayanda olur 25 dənə. Belə bir portlar, belə bir kabellər görmək olar ki, bunlar da adlanır LPT portu başlıqları. Və bu qurğulara qoşulanlar printerdən skanerdir. Yəni, printerdən skaner qoşmaq üçün belə bir başlıqlardan istifadə olunur. Və bu portun adı da adlanır LPT portu. Bir də var COM portu. COM portunda isə 9 və yaxud da ki 23 kontaktlı birləşdirici deyilər. Gəlin indi isə COM portuna baxaq. COM portu isə baxın belədir. Bu cür. Belə bir portdur. Bunu isə 9 və yaxud da ki 23 kontaktlı birləşdirici deyilər və buna qoşulan qurğu isə mousedan modemdir. %25 kontaktlı porta, yəni LPT-yə qoşuldu skanerdən printer. Amma ki 9 və 23 kontaktlıya qoşuldu mousedan modem. Paralel portlarda informasiya baytlarla, amma ardıcıl portlarda isə bitlər şəklində ötürülür. Paraleldə oldu bayt, amma ardıcılda isə oldu bitlər. Bunlar da bizim portlarımızdır. HDMI portu, LAN portu, yəni şəbəkə portudur, mikrofonlar üçün istifadə olunanlar,
Sonra VGA proyektorun qoşulması üçündür. HDMI-də proyektorun qoşulması üçündür. PS2 PlayStation-da USB-lərin qoşulması üçün portlardır və s. Bu hissələri də yazıram ki, neyniyəsiniz, oxuyasınız. Da ki, bax, bu hissə. Yazıram, oxu. Amma burada 2 dənə məlumat var ki, onun üzərində durmalıyam. Bir, qurğuların adapterləri, bir də sayğaclar. Adapterin özündə tərifi var. Adapterin özünün tərifi budur ki, siqnalların bir tezlikdən digər tezliyə keçidini təmin edən qurğulardır. Yəni biz belə deyək də, adapteri taxanda rozetkalara taxırıq, düzdürmü? Rozetkanın da arxasında yüksək gərginlikli tezliklər, yəni cərəyan keçir. Onların da fərqli bir tezliyi olur. Və həmin tezlikdən adapter vasitəsilə biz kompüterimizə belə deyək, naqillər göndəririk. Tezlik göndəririk ki, kompüterimiz zarat yığsın. Ona görə də deyirlər ki, adapterin tərifi, adapterin funksiyası. Siqnalların bir tezlikdən digər tezliyə keçidini təmin edən qurğulardır. Gəldim indi isə sayğaca. Vaxt lənginməsi və ölçüsünü təmin edən vasitədir. İki növ var, aparat və proqram. Aparat sayğacı mərkəzi prosesordan asılı olmadan fəaliyyəti göstərir və işləyən zaman kəsilmələri generasiya edir. İndi isə gəldik klaviaturaya. Klaviaturanın üzərində nələr yerləşir? Hərf rəqəm düymələri, funksional düymələr, kursoru idarə edən düymələr və xüsusi düymələr. Bir də əlavə düymələr də var. Onlar da indi birazdan baxacağıq. Gəldik önce funksiyonal düymələrə. Funksiyonal düymələr F1-dən F12-yə qədər olan düymələrdir. F1-dən F5-ə qədər bəzi düymələrin təyinatını veriblər. F1 Help pəncərəsini açır. F2 rename-dir, fayl və qovluğun adını dəyişmək üçündür. F3 axtarışdır. F4 altla və kontrol düyməsindən istifadə olunur. Ctrl F4 close-dur. Alt F4 isə exit-dir. F5 də hamımızın bildiyi refresh-dir. İndi gəlsəm mən burada F1 düyməsini klikləsəm, belə bir kömək pəncərəsi açılacaq. Help. Gördünüzmü? F2 düyməsi fayl və qovluğun adını dəyişmək üçündür, rahatdır. Onu zamanı gələndə göstərəcəm. F3 axtarış sözdür və digər düymələr də ki, aydındır. Gəldik, indi isə kursor idarə edən düymələr. Bəs kursor idarə edən düymələr deyəndə nə nəzərdə tutulur? Kursorun özü nədir? Kursorun üzərində mətnlə işləyən zaman zaten biz Word-ə nümunə kimi gətirib göstərmək istəyirəm ki, Word üzərində göstərim ki, siz daha yaxşı anlayasınız. Word-ün üzərində bu yanıb sönən nöqtə adlanır kursor. Baxın, görürsünüz ekranda yanıb sönür, yanıb sönür. Bu kursordur. Və kursoru idarə edən düymələr yuxarı düyməsi, aşağı düyməsi, sola, sağa və page up, page down, end və home düymələridir. Məsələn, yazıram salam ifadəsi. Artıq nə oldu? Kursorda M-nın yanında deyəndə. Bunlar da nələrdir? Kursor idarə edən düymələrdir. Home düyməsi kursoru sətrin əvvəlinə keçirir. End düyməsi kursoru sətrin sonuna keçirdir. Və page up bir ekran boyu yuxarı qaldırır sənədi. Page down da ki, bir ekran boyu aşağı salır. Gəldiğində isə caps lock. Caps lock bilirik nədir? Normalda hamı elə bilir ki, caps lock böyük hərflə yazılır. Xeyr, caps lock həm böyük hərfdən, həm də kiçik hərfdən yazmaq üçündür. Hərflərin registrini dəyişir caps lock. Nə edir? Hərflərin registrini dəyişir. Hərflərin registrini dəyişən nədir? Caps lock düyməsidir. Enter düyməsi, enter düyməsinin funksiyası OK düyməsidir. Escape, escape pəncərədən çıxış üçün istifadə olunur. Məsələn, daxil olaq PowerPoint-ə belə bir. Mən slayd açdım. Mən bu slayddan çıxmaq üçün escape düyməsini belə klikləyirəm. Yəni escape pəncərədən çıxış üçün istifadə olunur. Və ya hər hansı bir əməliyyatı ləğv etmək üçün istifadə olunur.
Backspace. Backspace kursordan soldakı simvolu silir. Delete ise kursordan sağdakı simvolu silir. Gəlin bunu Word-də yoxlayaq. Bu gün səhər tələbələr yatır. Yazdıq. Backspace düyməsi kursor dayandığı yerdən soldakı simvolları silir. Amma delete düyməsi kursor dayandığı yerdən sağdakı simvolları silir. Məsələn, kursorumu saxladım bu hissədə. Baxın, delete düyməsi vasitəsilə nə olur? Sağdakı simvollar silinir. Demək, backspace özündən soldakı simvolları sildi, delete isə özündən sağdakı simvolları sildi. Gəldi insert. Insert simvolların daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Simvolların əvəz edilməsi funksiyasını yerinə yetirir. Spacebar probel deməkdir. Biz bilirik də spacebar nədir? Probel boşluğu qoymaq üçün istifadə olunur. Numlock rəqəm klaviaturasıdır. Print screen, shift print screen, alt print screen ekran görüntüsünü almaq üçündür. Print screen sadəcə ekran təsvirini mübadilə buferinə göndərir. Mübadilə buferi həmçinin alınır bufer yaddaş. Shift print screen çapa vermək üçün istifadə olunur. Alt print screen isə sırf cari pəncərənin təsvirini mübadilə buferinə göndərir. Gəldik tab düyməsinə. Tab düyməsi 4 dənə boşluq əvəz etmək üçündür. Məsələn, salam ifadəsi yazmışam bu cür formada və mən gəlirəm bir boşluqdan istifadə edirəm. Spacebardan, probeldən. Amma tab düyməsi isə 4 dənə belə boşluq əvəz edir. Siləndə belə həmin 4 dənə boşluğu silir. Kursorun yerini bir neçə mövqe dəyişdirilməsi üçün istifadə olunur. Ctrl-Shift-Alt düymələri də məlumdur ki, yəni idarə etmə düymələridir. Növbəti əlavə düymələr var. Əlavə düymələrə Power, Sleep və Wake düymələri aiddir. İndiki zamanda demək olar ki, Sleep düyməsi yoxdur, Wake düyməsi yoxdur, amma əvvəllər var idi. İndi isə gəldik monitora. Monitorun növləri var. Hansı növləri var? Elektron şüa borlu monitorlar, LCD monitorlar və plasma monitorlar. Elektron şüa borlu monitorlar, bu monitor. Elektron şüa boru vasitəsilə işləyirdi. Köhnənin televizorlarıdır. Ağ-qara rəngdə olan televizorları idi əvvəllər. Sonradan artıq müasirləşməyə başladı. LCD və plasma monitorlar meydana gəldi. Monitorların özlərinin də xarakteristikalar var. Bu xarakteristikalara aiddir. Ekran diaqonalının ölçüsü, ekran pikselinin qiyməti, seyrəklik qabiliyyəti. Ekran diaqonalının ölçüsü düyümlərlə ölçülür. Bir düyüm 2,54 cm bərabərdir. Adətən kompüterlərdə 14, 15, 17, 19, 20 və 21 düyümlü kompüterlərdən istifadə olunur. Ekran pikselinin qiyməti ekrandakı nöqtənin minimal ölçüsünü göstərir. Bu ölçü nə qədər kiçik olarsa, təbii ki də təsvir bir o qədər aydın göstərir. Yəni, ekranda piksel sayı nə qədər çoxdursa, ekranın keyfiyyəti bir o qədər də yaxşıdır. Seyrəklik qabiliyyəti də monitorda əks olunan nöqtələrin sayıdır. Yəni, piksellərin sayıdır seyrəklik qabiliyyəti. Bundan əlavə, monitorların təzadlıq dərəcəsi, müşahidə bucağı, matrisin tipi, piksellərin əks olunmasının vaxtı, açılışının maksimal tezliyi və s. kimi də göstəriciləri vardır. Bu elektron şüa borlu monitorlar oldu. Maye kristalli monitorlar, plasma monitorlar, LED monitorlar. Belə. 2.5-i bitirdik. Gəldik indi 2.6-ya. Daxili və xarici yaddaş qurğuları. Yaddaşın əsas xarakteristikaları aşağıdakılardır. Həcmi. Mütləq şəkildə hər bir yaddaşın həcmi olmalıdır. Və yaddaşda yerləşə biləcək informasiyanın maksimal miqdarı ilə təyin olunur. Kilobayt, megabayt, gigabayt və s. Hətta terabaytlıqda yaddaşlar var. Müraciət vaxtı. Hər bir yaddaşın müraciət vaxtı olur. Və informasiyanın yazılı sıxlığı isə bit bölünsün millimetrin kvadratıdır. İnformasiya daşıyıcısının vahid səthinə yazılan informasiyanın miqdarıdır. Birinci
baxaq daxili yaddaş qurğularına. Hansı daxili yaddaş qurğuları var? Əməli yaddaş. Əməli yaddaş haqqında məncə bir xeyli məlumatımız var. Müvəqqəti yaddaşdır. Həmçinin buna deyilir əməli yaddaşa fəal yaddaş. Həmçinin operativ yaddaş. Həmçinin də dedik ki, nədir? Müvəqqəti yaddaşdır. Müvəqqəti. Müvəqqəti. Və ana plata da DDR slotuna qoşulur RAM. Nəyə qoşuldu? DDR slotuna. Gəldi keş yaddaşa. Keş yaddaş haqqında məlumat verdim. Prosesorun əməli yaddaşa müraciəti sürətləndirilməsi üçündür. 2 dənə level var idi. Birinci level yerləşdi prosesorun daxilində. İkinci level isə yerləşdi prosesorla əməli yaddaşın arasında. Yaddaş tutumu az, amma sürəti isə çox olan bir yaddaşdır. Gəldim ROM-a. ROM daimi yaddaşdır. ROM-un daxilində 2 dənə qurğu yerləşdi. Bir BIOS, bir də CMOS. CMOS dedik ki, nədir? Vaxt, tarix, zaman, parol konfigurasiyasıdır. Gəldim indi flash yaddaşa. Flash yaddaş son zamanlarda çox istifadə olunan bir yaddaşdır və flash yaddaş flash kart demək deyil. Flash yaddaş flash kart deyil. Flash yaddaş daimi yaddaşın dəyişdirilə bilən, proqramlana bilən bir yaddaşın növüdür və buna həmçinin də EPROM da deyilir. EPROM və enerjidən asılı deyil. Gəldim video yaddaşa, VRAM deyilir. Video yaddaş VRAMdır. Monitorun ekranındakı video görüntülərinin yadda saxlanılması üçün bir yaddaşdır və enerjidən asılı deyil. Gəldim registr yaddaşa. Registr yaddaş SPA-da olan daxili yaddaşdır. 1 və 0'lardan ibarətdir və ən sürətli yaddaşdır registr yaddaş. Enerjidən asılı olan yaddaşlar və asılı olmayan yaddaşlar vardır. Enerjidən asılı olan yaddaşlara aiddir əməli yaddaş RAM, keş yaddaş, registr yaddaş və video yaddaş. Bunlar əzbəri öyrənməlidir. Əməli yaddaş, keş yaddaş, registr yaddaş, video yaddaş. Enerjidən asılı olan yaddaşlardır. Bax, məsələn, biz RAM-ı bilirik də necədir? Oradan məlumatlar proqramdan çıxandan sonra silinir. Ona görə də deyirlər ki, enerjidən asılıdır. Amma qalan bütün yaddaşlar isə enerjidən asılı deyildir. Demək, nəsə yazacaqdım sizə, deməli, bu məlumatı sizə yazım ki, sürətlərinə görə, yaddaşların sürətlərinə görə ən sürətli yaddaş birinci registr yaddaşdır. Ən sürətli yaddaşdır. Sonra gəlir keş yaddaş. Sonra gəlir RAM. Daha sonrası gəlir HDD-dir. HDD-dir. Yazıram bura sürətlərinə görə sürət. Yuxarıdan aşağıya doğru registr yaddaş, keş yaddaş, RAM və HDD-dir. Daxili yaddaş qurğularını bitirdik. İndi isə gəldik xarici yaddaş qurğularına. Bəs xarici yaddaş qurğuları hansılardır? FDD-lər, CD disklər, DVD disklər, sonra streamer, köhnə toy kasetləri, flash kartlar və s. Bunların hər biri haqqında sizə məlumat yazılmışdır. Məsələn, FDD-nin diskini öyrənmişdik ki, 1,44 MB-a bərabərdir. CD disklər, DVD disklər, hər birinin haqqında keçən dərs mən həcmini yazdırmışdım. CD disklərin həcmi 700 MB olur, 650 ilə 700 MB aralığında dəyişir. Amma DVD disklərin həcmi isə 4,7 GB ilə 17 GB aralığında dəyişir. Və hər bir diskin üzərində onun həcmi verilir. Nə qədər olmasın. Burada məsələn baxın, CD disklərin həcmi 650 ilə 700 MB aralığında dəyişir. DVD disklərin həcmi isə 4,7 GB ilə 17 GB aralığında dəyişir. İndi isə baxaq nəyə? Deməli, mən sizə bir şey izah edeyim. Yaxşı yadıma düşdü. CDR-dən CDR-nin fərqi. CDR-də belədir ki, məlumat yazılır bircə dəfə və sən o məlumatın üzərində heç bir dəyişikliklər apara bilməzsən, silə bilməzsən, heç eləyə bilmirsən. Yəni, ucuz disklərdir. Amma bir də var CD-RV diski. CD-RV-nin üzərində isə sən üzərində hər bir şey eləyə bilərsən. CD-RV-də.
Yazıda yaza bilərsən, silə də bilərsən, dəyişikliklər də apara bilərsən, ürəyin istəyən hər şey eləyə bilərsən. Və bunu da bildirim ki, optik disklər aiddir CD, CD-RV, DVD disklər, amma sırf elastik maqnit disk isə Allahın fıdıdır. Yəni optik disklər, CDR, CDRV, DVD disklərdə elastik maqnit disk isə adlanır FDD disketlər və çevik disklər. Blu-ray texnologiyasının da diski burada verilmişdir. Göy rəngdə olan diskdir və həcmi isə 25 GB ilə 200 GB aralığında dəyişir. Bunları bilməyinizə ehtiyac yoxdur. Yəni bu hissələri oxumasanız da olar. Gəldim Winchester. Sərt maqnit disklərdə Winchester, yəni HD-dır. Əməliyyat sisteminin yazıldığı disk sistem disk adlanır və Winchester'ın həcmi 1 TB qədər ola bilər. Sərt diskin sürəti dövr bölünsün dəqiqə ilə ölçülür. Sərt maqnit disk qurğularının ana plataya qoşulması üçün ATA, ID, SATA və SCSI interfeyslərindən istifadə olunur. Gəldim indi isə SSD-yə. SSD HDD-yə nisbətən 200 dəfə sürətli olan bir yaddaşdır. Həcmi də terabaytlarla ölçülür. Flashkart məlumdur ki, nədir, üzərində durmuram. Gəldim streamer. Streamer isə nələrdir? Köhnə toy qazetləridir. Və informasiya nə üzərində yazır? Maqnit lenti üzərində yazan qurğudur. Və SSD-nin də şəkli verilmişdir, flash kartın şəkli verilibdir və streamerdə dedik ki, nədir? Köhnə toy kasetlərdir, informasiyanın maqnit lenti üzərində yazır. Gəldi indi isə 2.6-nı da bitirdik, 2.7-yə, periferiya qurğularına. Periferiya qurğuları xarici əlavə qurğular deməkdir. Xarici və əlavə qurğular. Burada 2 dənə anlayış var. Controller və driver anlayışları. Controller qurğuların kompüterlə əlaqələndirilməsi üçün istifadə olunan mikrosxemlərdir. Əgər harda mikrosxem sözünü görsəniz, bilin ki, bu aiddir kontrollerə. Bir də var driverlər. Driver isə əməliyyat sistemi ilə xarici qurğular arasında əlaqə quran proqramlar toplusudur. Nədir? Proqramlar toplusudur. Yəni əməliyyat sistemi ilə xarici qurğular arasında əlaqə qurur. Belə bir nümunə çəkim sizə. Məsələn, USB. Mouse'u biz istəyirik ki, kompüterimizə qoşaq. USB-ni taxdıq kompüterə, bir də görürsünüz ki, işləmir. Niyə görə işləmir? Çünki driver proqram təminatı ona razılıq verməyibdir. Amma bizə bir bildiriş gəlir. Bildiriş gələndə ki, artıq əlaqə qura bilər əməliyyat sistemi ilə bizim USB, yəni mouse'umuz. Ondan sonra bir də bildirişi qəbul etdikdən sonra kompüterimizə qoşulur həmin o mouse. Demək istədiyim budur ki, bunu təmin edənlər driverdir. Driver nə etdi? Əməliyyat sistemi ilə xarici qurğu arasında əlaqə qurdu. Və driver də adlanır proqramlar toplusu. İnformasiyanı daxil edən qurğular. İnformasiya daxil edən qurğulara aiddir klaviatura, mouse, skaner, mikrofon, qrafiki planşet və yaxud da digitizer, web kamera bitirir. Birinci baxaq skanerə. Birinci baxaq dedik nəyə? Skaner. İnformasiyanı daxil edən qurğudur. Daxil edən qurğular deyəndə informasiya kompüterə daxil olunur. Skanerin 2 dənə növü var. Əl ilə işləyən skanerlər və stolüstü skanerlər. Əl ilə işləyən skanerlər mağazalarda gördüyümüz QR kodu oxuyan satıcıların əlində olan bu qurğudur. Yəni vurur, informasiya kompüterə daxil olur.
Növbəti stolüstü skanerlər var. Stolüstü skanerlər aiddir flatbitlər, sheetbitlər və overhead skanerlər. Flatbit skanerlər kağız üzərində olan informasiyanın kompüterə daxil olunması üçündür. Sheetbit skanerlərdə isə belə bir aralıqdan keçir, yəni şəkil və yaxud da ki, hər hansı bir kağız bu sheetbit skanerin ortasından keçir və informasiyanı kompüterə daxil edir. Overhead skanerlər isə lazer vasitəsilə bu lazerdir. Lazer vasitəsilə informasiyanı kompüterə daxil edir. Burada bizim biləcəyimiz məlumatlar baxın buradadır. Deməli, skaner daxil etmə qurğusudur bildik. Flatbit skanerlər qiymətcə digərlərindən baha olub, ağıllı skanerlərdir. Sonra kağızı qoyursan lövhənin arasında və qapalı bağlanır, xüsusi proqram vasitəsilə təsvirin sürəti kompüterdə alınır. Sheetbit skanerlərdə isə kağız xüsusi üsulla qurğunun içərisinə dartılır. Bu skanerin mənfi cəhəti budur ki, biz bura kitab, jurnal kimi heç bir şeyi daxil edə bilmirik. Növbəti overhead skanerlər. Bu skanerlərdə kompüterə sürəti köçürülərək kağız üzərinə başlayaq yerləşdirilir. Skanerin digər hissəsi isə bunun üzərində məlumat oxuyur. Və skanerin aktiv imkanları bir düymə düşən nöqtələrini saydı, DPI-dı, əzbərə bilməliyik. Dots per inch deməkdir. Və burada qrafik faylın genişlənməsi ya olur TIFF ya da ki olur P6. İndi isə gəldik qrafiki planşet. Qrafiki planşet digitizerdir. Onlayn dərsdə müəllimlərin istifadə etdiyi qurğudur. Digitizerın 2 dənə xüsusiyyəti var. İşçi sahənin ölçüsü və seyrəklik qabiliyyəti. Burada isə seyrəklik qabiliyyəti bir düymə düşən xətlərin sayıdır. Yəni lines per inch. Web kamera. Web kamerada bizim informasiyamızı hara daxil edir? Kompüterə. TV tünel. TV tünel isə televizordakı olan məlumatları kompüterə daxil edir. Mikrofon bəllidir ki, nədir? Mikrofon da informasiyanı daxil edən qurğudur. MIDI klaviatura. MIDI klaviatura isə belə bir qurğudur. Sintezator rolunu oynayan bir qurğudur. Belə. O müğənnilərin səsləri olmur, gedirlər səs yazma studiosuna və səslərini atırırlar. İndi isə gəldik mouse'a. Mouse adlanır manipulyator. Hərəkəti idarə edən qurğudur. Mouse'un növləri var. Trackball, joypad, touchpad, joystick, pen mouse. Diğer mouse'la yanaşı daxil etmə qurğuları kimi də bu qurğulardan istifadə etmək mümkündür. Burada gamepad da var. İndi isə baxırıq informasiyanı xaric edən qurğular. İnformasiyanı xaric edən qurğulara aiddir monitor, printer, plotter, proyektor, səs çaldanlar və qulaqçıqlar, akustik sistemlər. Gəldik ilk öncə plotterə. Plotter printerin böyüyüdür. Yəni daha böyük ölçülü kağızları çap etmək üçün plotterdən istifadə olunur. Çap texnologiyasına görə plotterlərin perolu, qələmli, karandaş qələmli, şırnaqlı, elektrostatik, lazerli kimi növləri var. Quruluşuna görə barabanlı planşetdir. Çap məhsulunun ölçülərinə görə isə 2 sinif ayırmaq olur. A0, A1 formatında rulon tipli, A2, A3 formatında isə planşet tipli plotterlər vardır. Səs çalcanlar, qulaqçıqlar aydındır. Proyektor aydındır ki, çıxış qurğusudur. Gəldim printerə. Printerin 2 dənə növü var. Zərbəli və zərbəsiz printerlər. Printerlərin özlərində xarakteristikaları var. Çap keyfiyyəti, çap sürəti, işləmə qabiliyyəti, rəng imkanları, əməliyyat prinsipi, qiyməti, qrafik imkanlarının olub olmaması. Burada yazıq nə? Əzbər. Gəldim indi isə printerlərin bu tür şəkildə növlərini.
Deməli, bunlar printerlərdir. Burada literli matrisli printerlər zərbəlidir. Zərbəli. Nə üçün buna zərbəli qoyublar adını? Çünki zərbə nəticəsində simvollar çap olunurdu. Keçmişin printerlərdə indiki zamanda istifadə olunmur. Səsküylü printerlər olmuşdur. Matrisli printerlər iynə ucuqları vasitəsilə simvolların çap olunması idi. İynə ucuqları vasitəsilə. Amma literli matrislərdə isə çəkic vasitəsilə simvollar çap olunurdu. Literli matrisin daxilində çəkic var idi, o simvolları çap edirdi. Amma matrisli printerlərdə isə tərkibində iynə ucuqları olurdu. İynə ucuqları vasitəsilə simvollar çap olunurdu. Artıq gördülər ki, bunlar işləmək çətindir. Yaratdılar zərbəsizləri. Zərbəsiz printerlər isə bunlardır. Şırnaqlı, lazerli və termiki. Şırnaqlı printerlərdə mürəkkəb püskürdərək şəkillər, kağızlar, simvollar çap olunur. Lazerli printerlər bizim gündəlik istifadə etdiyimiz printerlərdir. Və termiki printerlər isə bizə ədəbi çeklərini verən printerlərdir. Termiki printerlərdə istediyi hesabı nəticəsində kağızda olan simvollar çap olunur. İndi gəlin baxaq burada. Altından xətt çəkməklə. Dedi ki, literli çəkic vasitəsilə simvolları çap olunur. Matrisi də iynə ucuqları vasitəsilə simvollar çap olunur. 9, 18, 24 iynəli ola bilərdi. Və şırnaqda isə mürəkkəb püskürdərə simvollar çap olunurdu kartricin üzərində. Lazer printerlər elektroqrafik prinsiplərlə işləyir. Toner vasitəsilə simvollar çap olunur. Və gəldi termiki printerlər isə termiki printerlərdə çap isteği hesabına baş verir. Printerləri öyrəndik, indi isə keçdik həm giriş, həm də çıxış qurğularına. Həm giriş, həm də çıxış qurğularına aiddir. Sensor monitor, səs kartı, modem, faks modem və disk sürücüləri. Gəldik, baxdıq ilk öncə səs kartına. Səs kartı baxın budur. Həm informasiyanı daxilidir, həm də informasiyanı xaricidir. Daxili və xarici modemlər isə belədir. Modemin adları var. Modulyasiya, demodulyasiya, analoq rəqəmsala analoqa çevirmək üçündür və sürəti baud, yəni bit bölünsün saniyə ilə ölçülür. Şəbəkə kartı. Şəbəkə kartı 2 hissədən ibarətdir. Daxili və xarici şəbəkə kartı. Çox funksiyalı qurğular da var. Bunlar da ki, printer, skaner, sürət çıxaran, faks funksiyalı qurğular və s. Belə. Bu isə ümumi bir hissədir. Öyrəndiklərimizin ümumisidir. Yəni, həm giriş qurğuları, çıxış qurğuları, daxil yaddaş qurğuları, xarici yaddaş qurğuları, informasiyanı həm daxil, həm xaricdən qurğular, kompüterin əsas xarakteristikaları, mikroprosesorun, monitorun, printerin və portların adları vardır. RJ45 portu üçün modemdir. Baxın, bu cədvəl əzbərdir. Nədir? Əzbər. Belə. Və bununla da bitdi dərsimiz. Yaxşı idi müəllimə.